Salam dəyərli şagirdlər, 5-ci sinif üzrə Azərbaycan dili suallarının izahını təqdim edirik. Hansı sözə saatlə başlanan şəkilçi və ya söz artırdıqda k-yə əvəzlənməsi baş vermir? Bu cür testləri işləyərkən variantlardakı bütün sözlərə saatlə başlanan hər hansı bir söz və ya şəkilçi əlavə edərək testin doğruluğuna əmin ola bilərik. Məsələn, külək sözü küləyə, bilək biləyə, ürək ürəyə, kürək kürəyə şəklində tələffüz olunur. Əmlak sözünə isə saatlə başlayan şəkilçi artırdıqda k-yə əvəzlənməsi baş verməz. Əmlak, əmlaka şəklində qalacaq. Ona görə doğru cavabımız B variantı. İkinci sual. Hansı variantda incə saitlərin ahəngi gözlənilir? İncə saitlərimiz E, Ə, İ, Ö, Ü. A variantında memar sözündə A qalın saitdir. B variantında meşəlik, iynə və çətin sözlərində bütün sözlərdə incə saitlərin ahəngi gözlənilmişdir. Digər variantlarda isə qalın saitlərin iştirak etdiyi sözlər var. Üçüncü sual. Hansı sözün tərkibində leksik şəkilçilərin sayı daha çoxdur? Əvvəlcə sözü tərkibinə görə təhlil edirik. A variantı çoxdan ki var. Çox sözün kökü, dan və ki şəkilçiləri leksik şəkilçilərdir. Burada 2 leksik şəkilçimiz var. B variantı yorğunluğumuz. Yor sözün kökü, ğun və luq şəkilçilərimiz leksik şəkilçilərdir. Umuz isə mənsubiyyət, qrammatik şəkilçidir. Burada da 2 leksik şəkilçi var. C variantında çək sözün kökü, çəki, çəkisiz, çəkisizlik, i, siz və lik şəkilçiləri var. Burada 3 leksik şəkilçi var. D variantı kitablardakı sözündə kitab sözün kökü, lar cəm şəkilçisi, daki isə leksik şəkilçi, 1 leksik şəkilçi var. Dağıntılardakı sözündə isə lar qrammatik şəkilçi, daki isə leksik şəkilçidir. Dağıntı sözü bildiyimiz kimi sadə sözdür. Ona görə də doğru cavabımız olacaq C variantı. Dördüncü sual. Klasteri tamamlayın. Bəzi sözlər həm amonim, həm də çoxmənalı söz kimi işlənir. Dolu sözü, bəli, həm amonim, həm çoxmənalı söz kimi işlənir. Biz sözü yalnız amonimdir. Gəlin, səpin sözləri amonim deyil. Baş sözləri sözü çoxmənalı sözdür. Qara sözü isə həm amonim, həm də çoxmənalı söz kimi işlənə bilər. Doğru cavabımız olacaq D variantı. Hansı söz orfoqrafik normaya uyğun deyil, yəni düzgün yazılmır. Burada A variantında təhkiyə sözündə bir y ilə yazılmalıdır. Doğru variantımız olacaq A variantı. Digər sözlərin yazılışında isə orfoqrafik səhv yoxdur. 6-cı sual. Cədvəldəki hansı rəqəmlərin yerini dəyişsək, səhvlik aradan qaldırılar? Məna tayları eyni nitq hissəsinə aid amonim sözdür. Digər sütunda isə məna tayları fərqli nitq hissəsinə aid amonim sözdür. Burada baxaq, məna tayları eyni nitq hissəsinə aid amonimlərə. Şam sözü həm şam yeməyi mənasında, həm də yandırılan mum şam mənasında hər iki mənada isimdir. İnci sözü inci mirvari mənasında isim, incimək mənasında isə feildir. Deməli, məna tayları eyni nitq hissəsinə aid amonim deyil. Bal sözü hər hansı bir zəlzələ şkalası bal, imtahanda topladığımız bal, yaxud arının balı burada olur isim. Digər sütuna keçirik. Dolu sözü həm dolu boş sözünün antonimi mənasında sifətdir, həm də təbiət hadisəsi dolu mənasında isə isimdir. Deməli, müxtəlif nitq hissələrinə aiddir. Daş sözü bir çayın daşması feildir. Bir də daş mənasında isim mənasında işlənir. Ləpə sözü isə, deməli, daş sözü müxtəlif nitq hissələrinə aiddir. Ləpə sözü isə dənizin ləpəsi və ya qoz fındıq ləpəsi mənasında işlənir. Bu da eyni nitq hissəsinə aid amonimdir. Yəni 2 və 6-nın yerini dəyişsək, doğru cavabı əldə edərik. Doğru cavabımız B variantı. Keçirik 7-ci suala. Biri sərgilənən, sərgidə nümayiş edilən əşya mənasındadır. Bu da uşaqlar lüğətlə bağlı sualdır. Doğru cavabımız eksponat olmalıdır. C variantı. 8. Uyğunluğu müəyyən edin. Bu da fonetika ilə bağlı növbəti testimizdir. 1. Q samiti öz qarşılığı ilə əvəz o tələffüz olunur. Q-nın qarşılığı bildiyimiz kimi K səsidir. Q samiti yazıldığı kimi, yəni Q ilə Q kimi tələffüz olunur. Bir də Q, X kimi tələffüz olunur. Baxaq. Orfoqrafiya sözündə Q samiti yazıldığı kimi tələffüz olunur. Deməli, 2 oldu A. Nöqtə sözündə isə nöqtə bu şəkildə tələffüz olunur. Q, K-ya keçir. B. Q samiti X kimi tələffüz edilir. Burada isə bulaq sözündə isə Q, X kimi tələffüz olunur. Yəni 1B, 2A, 3C
şəklində tələffüz olunur. Doğru cavabımız olacaq A variantı. Növbəti sualımız. Hansı söz cədvəlin heç bir xanasına yazıla bilməz? Sadə sözlər və düzəltmə sözlər. Bir variantlara baxaq. Vətəndaş sözü düzəltmə sözdür. Vətən sözünün kökü daş leksik şəkilçi. Bu düzəltmə tərəfə yazıla bilər. Dağıntı sözü sadə sözdür. Vətənpərvər sözü düzəltmə sözdür. Meşəlik sözü düzəltmədir. Qızılgül sözü isə mürəkkəb sözdür. Bu cədvəlimizin heç bir xanasına yazıla bilməz. Doğru variant oldu E variantı. Yerinə görə həm həqiqi, həm də məcazi mənada işlənsin. Başa vurmaq, dərdə düşmək yalnız məcazi mənada. Əl vurmaq, haldan düşmək yalnız məcazi mənada. Dağdan düşmək həqiqi mənada işlənir. Başa vurmaq və yola düşmək sözləri isə həm frazeoloji birləşmə kimi işlənir, həm də həqiqi mənada, yəni sərbəst söz birləşməsi kimi işlənir. Doğru cavabımız olacaq D variantı. Haldan düşmək isə dediyimiz kimi yalnız məcazi mənada işlənir. 11-ci sual. Sillogizmi tamamlayın. Birinci hökm üzərində leksik şəkilçi olan bütün sözlər quruluşca düzəltmə olmaz. İkinci hökm xoşbəxtlik sözü leksik şəkilçi qəbul edib. Sillogizmi tamamlayarkən verilmiş iki hökmdən ən doğru nəticəni çıxarmalıyıq. A variant xoşbəxtlik sözü düzəltmə sözdür. Əlbəttə ki, deyil. Mürəkkəb sözdür. Düzəltmə sözləri leksik şəkilçi qəbul etmir. Əlbəttə ki, leksik şəkilçi qəbul etməklə düzələr. Bu da doğru variant deyil. Bizim iki hökmdən çıxaracağımız doğru nəticə isə C variantıdır. Xoşbəxtlik sözü düzəltmə söz deyil. Çünki verilən hər iki hökmün nəticəsi kimi götürülə bilər. D variantında leksik şəkilçilər sözün mənasını dəyişmir, formasını dəyişir. Bu qrammatik şəkilçilərə aid xüsusiyyətli lıq şəkilçisi leksik şəkilçi deyil. Lıq əlbəttə ki, leksik şəkilçi yeni söz düzəldən şəkilçidir. 12-ci sual. Hansı variantda məna tayların müxtəlif nitq hissəsinə aid amonim işlənib? Buruq saç mənasında sifət, neft buruqları isim. Doğru cavabımız olacaq A variantı. Hansı variantda leksik şəkilçi fərqinin nitq hissəsinə artırılıb? Güləş sözü sadə sözü, dostluq sözünə dost isminə artırılıb, igidlik sözündə igid sifətinə, güllük sözündə gül isminə, dağlıq sözündə isə dağ isminə. Deməli, doğru cavabımız olacaq C variantı, çünki digər 3 variantda ismə, igidlik sözündə isə sifətə artırılıb. 14-cü sual işarəsinin yerinə yazılacaq fikri müəyyən edin. Mürəkkəb sözdür, orfoqrafik normaya uyğun deyil, yəni doğru yazılmayıb. Stol üstü sözü mürəkkəbdir və doğru yazılıb. Soydaş vətənpərvər sözləri düzəltmədir. İnişi sözü doğru yazılıb, orfoqrafik normaya uyğundur. Ona görə də testin cavabı deyil. Kağız-küğüz sözü isə defislə yazılmalıdır. Doğru cavab olacaq D variantı. Hansı söz cingiltili samitlə bitir? Külək sözü xışdırıq səsi ilə, polad sözü t, tüfəng k səsi ilə, səbir r, sevinç isə ç səsi ilə bitir. Ona görə doğru cavabımız olacaq E variantı. Keçirik mətn tapşırıqlarının izahına. Mətni diqqətlə oxuyun. 16-20-ci sualları mətnə əsasən cavablandırın. Qartal quşlar arasında ən uzun ömürlü olanlardandır. Hətta 70 ilə qədər yaşayan qartallar da var. Ancaq bu yaşa çatmaq üçün qartal 40 yaşında çox ciddi və çətin bir qərar qəbul etməlidir. Çünki bu yaşa çatanda qartalın pəncələri sərtləşir, buna görə də o ovunu tuta bilmir. Təbii ki, məsələ bununla da bitmir. 40 yaşına çatanda qartalın dimdiyi uzanır və əyilir. Qanadları qocalır və ağırlaşır. Tükləri pırtlaşır və qalınlaşır. Bu yaşdan sonra qartal artıq indi o iki yoldan birini seçməlidir. Yəni ya ölməli, ya da yenidən doğuluşun acı və çətin sınağına dözməlidir. Bu yenidən doğuluş təqribən 150 gün davam edir. Əgər qartal yaşamağı seçərsə, bir dağın təpəsinə qalxaraq sakit bir yerdə yuva qurur. Orada qartal dimdiyini sərt bir qayaya vurmağa başlayır. Nəticədə qartalın dimdiyi düşür. Qartal bir müddət yeni dimdiyinin çıxmasını gözləyir. Dimdiyi çıxandan sonra yeni dimdiklə dırnaqlarını çıxarır. Yeni dırnaqlar çıxanda isə qartal bu dəfə tüklərini yolmağa başlayır. 5 ay sonra isə qartal ona 20 il, bəlkə də daha uzun bir yeni həyat yolu açan məşhur uçuşuna hazır olur. 16-cı sual. Cədvəlin hansı xanasında səbəb-nəticə əlaqəsinə səhvə yol verilib? A variantı dimdiyi uzanır və əyilir, nəticədə qartal yaşlanmış hesab olunur, doğrudur. B variantı səbəb yenidən uçmaq gücü qazanır, nəticədə tükləri təzələnir, qanadları yüngülləşir. Uşaqlar, burada səbəb-nəticə əlaqəsinin yerləri dəyişdirilib. Əslində səbəb olmalıdır, tükləri təzələnir, qanadları yüngülləşir, nəticə isə yenidən uçmaq gücü qazanır. Doğru cavab B variantı olacaq. C variantında qartal yaşamağı seçir, nəticədə dağın təpəsinə çəkilib sakit yerdə yuva qurur. Bu doğru variantdır. D variantı da qartal 40 yaşına çatır, nəticədə orqanizmi qocalmağa başlayır. Bu da doğru variantdır.
olduğu üçün testimizin doğru cavabı deyil. E variantı pəncələri sərtləşir, nəticədə qartal ovunu tuta bilmir. 17-ci sual mətndə tünd qara hərflərlə verilmiş sözlərdən neçəsi məcazi mənadadır? Məcazi mənada verilmiş sözlər orada acı və yol sözləridir. Yəni ikisi məcazi mənada işlənmişdir. 18-ci sual. Aşağıdakı suallardan hansının mətn üzrə cavab verilmir? A variantı qartalın 40 yaşından sonra uça bilməməsinin səbəbləri nələrdir? Qartalın 40 yaşından sonra uça bilməsinin səbəbləri mətndə göstərilmişdir. Dimdiyi uzanır, əyilir, tükləri pırtlaşır və s. B variantı qartal yenilənmə prosesinə başlamaq üçün niyə sakit bir yer seçir? Bu sualın cavabı mətndə aydın şəkildə ya da dolayı şəkildə qeyd olunmuyor. C variantı qartal yenidən doğuluş prosesi seçməsə onun taleyi necə olacaq? Bunun da doğru cavabı mətnimizdə var. D variantı qartalın yenilənmə mərhələsi təxminən neçə gün davam edir? Konkret gün verilir mətndə. Qartal yeni dimdiyi çıxdıqdan sonra bədənin hansı hissələrini dəyişməyə başlayır? Dimdiyi çıxdıqdan sonra tüklərini yolmağa başlayır. Bunun da cavabı mətnimizdə var. Mətndə nöqtələrin yerinə yazılacaq ən uyğun fikir. Nöqtələrin yerinə yazılacaq ən uyğun fikir uçmaqda və ov etməkdə çətinlik çəkir. Mətnin əsas ideyası hansıdır? A variantı. Qartal yaşlandıqca zəifləyir və ov edə bilmir. Əlbəttə ki, bu doğru deyil. B variantı. Ağrı və çətinliklərlə dolu yenilənmə həyatda qalmağın əsas şərtidir. Bu tamamilə doğru variantdır. Cavab B variantı. Digər variant qartalın uzunömürlülüyü təbiətindən asılıdır. Bu da doğru cavab deyil, çünki qartalın çıxdığı mübarizələrdən danışılır bu mətndə. D variantı. Ölüm bütün canlılar üçün qaçınılmazdır. Bu da mətnin ideyası ola bilməz. Hər canlı qocalıqla üzləşir. Mətndə belə bir fikir var. Sadəcə qartalın qocalmasına bağlı fikir var. Ona görə də E variantını doğru variant hesab eləmirik.